Azərbaycan seysmik aktiv regionda yerləşir. Bu reallıq bizi binaların inşası və istismarı prosesində, ümumilikdə şəhər salma prosesində məsuliyyətli yanaşmaya məcbur edir. Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov bildirib ki, şəhər salma modeli müasir standartlara və dayanıqlığa cavab verməlidir. Həmçinin nazir müavini qeyd edir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları, Seysmoloji Xidmət Mərkəzi və Yaponiya mütəxəssisləri ilə birlikdə Sumqayıt Abşeron zonası üzrə seysmik xəritələrin hazırlanması istiqamətində mühüm işlər görülür. Burada isə şəhərsalma proseslərində risklərin, o cümlədən seysmik risklərin düzgün qiymətləndirilməsi və effektiv idarə olunması baş verə biləcək fəlakətin qarşısının alınmasında böyük rol oynayır. Seysmik risklərin idarə olunmasında region ölkələri arasında qarşılıqlı informasiya mübadilə mexanizmi təsis edilməsini və önəmli hesab edirik.